Deməli, dərsdən çıxdıq. Dosya getdik. Universitetdən verilən dərsdən çıxdıq. Dosya getdiyinə qoşuldum. Buna vəsilə olanlara çox təşəkkürümü bildirirəm. Ümid edirəm ki, hər kəs hamı üçün yaxşı olar. Burada da qəşəng. İndi gedirik, dosya getdikdən çıxdıq. İndi gəldik Dənizmola. Qəşəng, hamamla. Qardaşımı dərsə göndərdik. Biz gəldik Dənizmola. İndi Dənizmolada lifti gözləyirik. Bu mən, həmişəşən Aşxanım. 4-5 dəfədə gəldik, Xalça müzeyi bağlı olar. Görə indi bəxtimiz necə olacaq. Tülpanlardan əkiblər. Güllərin qırağına. İnşallah qopartmazdır. Orada gülləri xalça formasında əkiblər. Baxın siz Allah, elə bir yaşıllıqdır, kətdəyik. Kətdəyik, hər yer yağmur yaşlı. İndi Xalça müzeyinə gedik olacaq, görə. İnşallah necə. Girişdir, bura girişdir. Gərək girə bilirikmi? Hoppa. Gərək girə biləcəkmi dostlar? Otağa bax, qədim otaq. Gəldik Xalça müzeyinə. Gəldik Xalça müzeyinə. Bura giriş yoxdur, yoxsa girib otuzlarım səvirdə. Bardaş qurma. Camxadan da şey bax. Piyalələr. Burada da səhəng var. Ne bak? Yükədir bu. Bunun üçün sən sığarsın. Sığmarsan? Yox. Qədimi qablarına var. Üstün görür balaca da olsun, ne qədər naxışlar var onun üçün. İndi elə naxış vuran var, indi hamısı. Bura ərəb yazılarıdır. 19-cu əsr. Bu cülab qabıdır deyəsən. Bundan bizim olub anaş. Bundan. Belə içi quplu belə bir şeydi. Görürsən necə oldu? Olub ondan bizdə. Buna bax, xurcundur bunlar. Atın dəvənin boynuna, belinə atırlarmış. Bu da deyəsən at yemək üçün şeydir. Yem qabı, ağzını salıb yemək üçün. Mən bilən, səhv eləmirəmsə. Naxışların adları. Bax, lap qədimi. Əvvəl evlərin divarlarından asırdılar belə. Nazik xalça kimi bir şeylər idi. Pərdə kimi bir şeylər divarlardan asırdılar. Qədimdə divarlara aboy yox idi. Hamısını xalçalarla bəzəyirdilər. Qonaq gedəndə baxırdılar kimin evində çoxlu xalça var. Həmin adam onda xalçası ilə varlı hesab olunmuş da qədimdə. Bunda ayrı güldümün ağır söğüt gələr o toplayasın. Bunda ayrı güldümün ayrı ona görə. Rəyləri götürür. Üstüne belə qalsa ekspresi üçün deyil. Yəni heç anlamaşı buradan hep toplayır. Xalça ilə bir get-gedə uzanıb. Aslında maraqlı bir şeydir. Elə bir kraskası axmış kimi görsənir. Və buradakına bax hələ. Bu deyil, bu sinir. Elə kraskası axmış demişdim, bu gəldi. Bax, elə bir üstünə kraska dağılıb. Ya da ki, xalça süzülüb. Buna bax. Bu da uzanıb gedir. Boyu uzanıb gedir. Naxışları xalça. Adamlar əllərində parçalarla veriblər. Hələ buna bax. Yəni müasir. Elə bir şey kraska axıb, elə gedib naxış. Əslində demir, yuxarı mərtəbə müasir. Nizami Gəncəvinin butalar. Elə bir keçid dövrü yaşadı. Qədimdən. Gələcəyə doğru. Qədimdən gələcəyə doğru gəldik. Əslində burada da o qədər müasir deyil, sadəcə biraz. Biraz. Biraz.
Bu əvvəllər hər evdə helin içinə qarışıq güldanlar, qablar olurdu. Bu əslində bu da qədimdir, bax. Prosta yeni toxunub da, yəni qədimdən qalmayıb. Məsəl üçün indi beləsinə şahla qoyan var xalçada. Yox. Burada gör nə qədər əslində şahın burada şeyləridir. Təsəvvür elə. Burada atla gəzintisi, burada qapıda burada musiqi çalır, burada vəkillər, musiqiçilər, ən axırda da burada oturub. Təsəvvür elə gör burada nə qədər ailə kimi. Qıraqdan baxanda elə bilsən naxışdır. Yaxınlaşanda görsən ki, hamısı. Ailə kimi şey. Xanın sarayında bütün ailələr qoyulub. Hələ bura bax, qabarıq formada. Görsən, burada bu dəvədir. Mənə bax, dəvənin quyruğudur. Bura baxsan. Təsəvvür dəvənin başı odur, quyruğudur. Dəvənin belində 2 nəfər oturub. Tapdın mı dəvənin başını? Hani? Başı. Yuxarıda ağ. Və dəvənin başı odur. Dəvənin də başının üstündə ilan dayanır. Fikir verirsən? Dəvənin başının arxasında 2 dənə quş var. Dəvənin belində də 2 dənə adam var. Dəvənin yanında bir dənə balası var. Balaları götürün. Dəvənin qarşısında əjdahadır, ilandır, nədir, o da var. Burada da ağacda quşlar. Əslində bu hansı nağılın şeyidir. Başa düşdün? Bu nağıldır. Dəvənin quyruğuna bax. İplə dəvənin sahibi bağlayıb da elə bir elə. Əjdahadan, ilandan qorxur dəvə. Görsən ağlayır, gözündə yaş da var. Bura bax. Elə bir dənə hekayə kimi gedir də. Təsəvvür elə. Diqqətlə baxanda hamısında bir məna var. Bu da yenə bəyəxçi kimi. Yenə bu ailə tablosu kimi. Fikir ver. Hı? Birində ova gedir. Yox, təpəyə naxışlar. Naxışlardır. Aslında burada da nəsə fiqurlar diqqətlə baxanda tapmaq olur. Burada da Qız qalasıdır. Burada seldir gəlir, cəmaət Qız qalasına. Orada alov. Qız qalasının yarısına çıxıblar. Yuxarıda 2007-də toxunub bu xalça. Qız qalasıdır, səhv eləmirəmsə. Bu da neft daşları. Xalçadan necə sərgi yaradıblar. Təsəvvür edin. Burada yenə alov. Ateşçə. Maraqlıdır. Nar. Narlara bax. O əncirdir, bunlardır. O karalyokdur deyəsə də burnu. Nara bax. Hiss olunacaq şeydə. Bu necə gözəl şeydir telefonda. Bu əncirdir. Bakı meyvədir yəni. Nar, əncir. Bu da xurma. Bizim dildə karalyok. Bu da anaş. Bizim dildə marusa. Yox, bizim dildə anaş. Əslən marusa. Buradan sənə tutulayım yesən aşağı. Bu da nədir? Bunlar rəsmlərdir. 2 dənələr. Nə var? Heykəllər. Bu şeydən hazıram, gildən. Dulusçu. Bu da yenə elə. Bu çayçıdır, o dulusçudur. Qədimi Bakıda yaşayan insanlardan. Bu nədir? Balıqçı. Balıqçı. Ay, nə yaxşı. Heç mən əlinə baxmıram, adını oxuyurdum. Göməklərində baxaq. Hı? Yox, fikir vermirdim. Burada da yenə də Bakı, yenə də burada neft. Nəsə və şəkafların tapması. İndi də gedirəm. Əvvəl belə güldanlar var idi, Nazım. Buramın önündə var idi. Qalsam üzərində bu qədər. İndi də gedib Rəcim Muhammadı basmaya. Buraya giriş var. Var yəni. Bu da qədimi xalçalardır. Bax bəli, əl vurmaq olmaz. Bu gün bizimdir. Deyib. Gidib görək necə yaşır. Əslində əksəriyyətən yaşını yazmayıblar. Yaxınlaşıb baxanda görək neçəncilə aid bir şeydir. Qarabağ qrupu tərəfindən hədiyyə olunub. Bu da ana qız bizim biletimiz. Uzun tərəfdə var. Gedib tərəfə baxaq. Üçüncü mərtəbədə nə var?
Bak. Ay seni sevirəm. Sevə sevə bu dünyanın su çəkərəm qışın babayım. Mən səni çəkərəm, çəkərəm. Çünki mən səni sevirəm. Mən də. Geçen gün saçma olacağım. Ömrüme bezen aksın. Qara çiçəyim. Qara çiçəklər. Qara deyil, mordur. Mor. Ağ çiçəyim. Mor çiçəyim yaxşı. Çiçək, çiçək. Mən ölçəyə çiçəkli. Ne geçeydi? Bu kız ondan geçeydi. Anne işte ondan geçekti. Yani günün geçip çekeleri yok. Bir şey etirlər də var. Kepenek değil, çiçek nazım. Kabaklarına koymuş. Orada sarıdır. Bir de sarı tərif. Sana sarılar yanadım çiçek pazarından. Müğənni gəlib. Primorski'dən. Aynen, onlara bak. Doğrudan lal yok şey. Her renkli var ya, sarılara bak. Sarı kırmızı. Kaç bak. Geçek. Hele buraya bak. Allah. Ne güzel. Ne güzel. Ne güzel. Sana sarılar yanadım çiçek pazarından. Yani yavaş yavaş çeviri evə. Universitetdən mənə belə bir təklif gəlmişdi. Dost evi avtovizayıq. Biz tədbirdən gəlirik. Daha doğrusu təlimdən gəlirik daha doğrusu. Dostla çox maraqlı keçdi. İndi evə qayıdırıq. Dostlar getdiyinə çox təşəkkür edirəm. Çox maraqlı keçdi. Maraqlı oyunlar oynadım. Biraz maraqlı oyunlar oynadım. Sonra çıxdıq. Şəhərdə gəldik. Vəbşə məktəbə də Osman müəllimə də çox təşəkkür edirəm ki, məni dəvət elədi və dosta qoşuldu. Bütün məktəb kollektivinə təşəkkür edirəm.